Və bu dəfəki verilişimiz Azərbaycanın milli idman növü sayılan güləşə həsr olunub. Bildiyiniz kimi, ötən həftə İctimai Televiziyanın efirində güləş üzrə Avropa çempionatı yayımlandı və Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən qitə çempionatında güləşçilərimiz növbəti dəfə ən yaxşı olduğunu sübut etdilər. Yunan, Roma və sərbəst güləşində komanda hesabında birinci olduq. Qadın güləşçilərimiz mükafatçılar sırasında yer aldı və qarşıdakı bir saat ərzində də əsas müzakirə mövzumuz güləş olacaq. Qonağımız isə Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyevdir. Pərvin bəy, salamlayırıq sizi. Salam Kənan bəy, xoş gəlmişsiniz ofisimizə. Təşəkkür edirəm. Bizim sözümüz burada qonağıq. Bəli. Sizi həmişə burada görməkdən çox məmnunuq. Çox xoşdur ki, bizim bugünkü görüşümüzün səbəbi də elə belə xoş bir mövzudur. Hansının ki, ətraflı danışacağıq. İlk olaraq, yəni Avropa çempionatında güləşçilərimiz 13 medal qazandı və iki komandamız ardıcıl ikinci il Avropa çempionatında 2 çempionluq kuboku var hesabımızda. Ümumi həm yarışı necə qiymətləndirirsiniz, həm də Azərbaycan güləşinin Avropada bu qədər dominant lider mövqedə qərarlaşması sırf federasiya nümayəndəsi olaraq sizin fikrinizcə nə ilə bağlıdır? Kənan, çox yaxşı sualdır. Əvvəlcə ondan başlamaq istərdim ki, ümumiyyətlə baxmayaraq ki, Avropa çempionatı yalnız bir qitəni əhatə edir. Əgər biz Yunan-Roma güləşi prizmasından baxsaq, o zaman bu növ üzrə əsas dominant ölkələr demək olar ki, Avropa qitəsində yerləşir. Burada sadəcə ən güclülərdən yalnız İran burada yer almır. Digərləri orta statistik göstəricilərə uyğun gələn ölkələrdir. Yalnız demək olar ki, İran burada çıxış etmir. Əlbəttə, hansısa ayrı-ayrı çəki dərəcələrində müxtəlif ölkələri təmsil edən, dominantlıq edən, daha doğrusu idmançılar mövcuddur. Lakin ümumilikdə götürəndə komanda kimi əsasən İrandan başqa digər bütün güclü ölkələr demək olar ki, Yunan-Roma güləşində təmsil olunur. Əgər biz sərbəst güləş prizmasından baxsaq, bu zaman baxmayaraq ki, Rusiyadan və Belarusiyadan olan idmançılar öz bayraqları altında çıxış etmir. Lakin UVV, yəni Dünya Güləş Birliyinin bayrağı altında onlar çıxış edirlər. Bundan əlavə, təxminən 18-ə yaxın ölkədə Rusiyadan olan idmançılar çıxış edir. Yəni milliləşdirilmiş idmançılar və yaxud başqa cür desə legionerlər çıxış edir. Bu baxımdan da sərbəst güləş üzrə rəqabət olduqca böyük və ağır idi. Eyni fikirləri və sözləri həmçinin qadın güləşinə də şamil etmək mümkündür. Yəni Avropa çempionatı baxmayaraq ki, bir qitəni əhatə edir, amma rəqabət qabiliyyətli, rəqabət səviyyəsinə görə heç də dünya çempionatından ciddi mənada fərqdə geriyə qalmır. Ona görə də bu turnirə hazırlıq bizim üçün kifayət qədər vacib idi və komanda var gücü ilə bu turnirə hazırlaşmışdı. O ki, qaldı 2 il ardıcıl nəticə göstərməklə bağlı qeyd etmək istərdim ki, uzun müddətdə artıq komanda üzərində çalışırıq. Müxtəlif çatışmazlıqlarımız var, onların aradan qaldırılmasının üzərində çalışırıq və eyni zamanda çalışırıq ki, komandalarımız bütün çəki dərəcələri üzrə təmsil olunsun. Bu baxımdan həm komandanın hazırlıq səviyyəsi, həm bütün çəkilərlə təmsil olunmaq məsələsi, həm də əlbəttə bayaq özünüz də qeyd etdiyiniz kimi güləşin bizim milli idman növümüz olması bu nəticələrin əldə edilməsində vacib rol oynayır. Və sözünüzlə qeyd etdiniz, yəni aydın məsələdir ki, yarışa hazırlıq yüksək səviyyədə keçmişdi, müvafiq təlim, məşq toplanışları və digər məsələlər. Amma bunlar hamısı yəni üzdə olan məsələlərdir. Mən istərdim ki, pərdə arxasında tamaşaçıların görmədiyi o əziyyətlər, plana müvafiq planlama, strategiya, yəni bununla bağlı. Yəni bu uğurun sirri nədədir? Əslində, səmimi deyim ki, idmanda, xüsusən də belə fərdi idman növlərində uğurun bir 90% desəm yanılmaram, bu məşqçi və idmançının zalda həyata keçirdiyi fəaliyyətdir. Yerdə qalan 5 və yaxud da 10% bu, həmin sizin dediyiniz pərdə arxası məqamlardır, hansı ki, burada artıq federasiyanın digər əməkdaşları meydana çıxır və onların fəaliyyətinin birbaşa təsiri olur. Bu idmançılar üçün, məşqçilər üçün düzgün və keyfiyyətli xidmətin göstərilməsidir. Bunu necə izah etsəm daha anlaşıqlı olar? Məsələn, komanda məşqçilər heyəti və idmançılar, onların fikri, fokusu, düşüncəsi tamamilə idmanda olmalıdır. İdman prosesində olmalıdır. Onların əlavə qayğıları yarandığı zaman bu məşq prosesində, idman performansında və özünü səfərbər etmədə və bu məsələlərdə meydana çıxır. O ki, qaldı Avropa çempionatına hazırlıq mövzusu ilə bağlı. İdman nəticəsi baxımından burada təlim məşq toplanışları xüsusi rol oynayır.
bizim sərbəst güləş üzrə komandamız bu yarışa hazırlaşarkən Rusiyada təlim məşq toplanışı keçirdi və Rusiyanın güləş dilini desək bir nömrələri ilə. Bu çempionata əgər Avropa çempionatına nəzər salsaq, görərik ki, biz Rusiya idmançıları ilə fərdi qarşılaşmalarda doğrudur, bir sıra hallarda məğlub olmuşuq, amma bu məğlubiyyətdə xal fərqi kifayət qədər azdır. Və həmin bu nəticələrin səbəbi odur ki, biz təlim məşq toplanışları proseslərini düzgün keçmişik və hazırlıq prosesində də hətta Rusiyanın ən güclü idmançıları ilə bir yerdə rəqabət aparmışıq və onun nəticəsində rəqabət qabiliyyətli bir komanda formalaşıb. Yunan-Roma güləşi üzrə bildiyiniz kimi bugün demək olar ki, Avropanın ən güclü idmançıları arsenalına sahib ölkələrdən biriyik və eyni qaydada məşqçilər heyətimizdə kifayət qədər təcrübəli və həm yerli, həm İrandan olan məşqçilər çıxış edir ki, onların da böyük bir hazırlıq təcrübəsi mövcuddur və bu hazırlıq təcrübəsinin tətbiqi ilə biz nəticələrimizin yaxşılaşmasına nail olduq. O ki, qaldı yarışın təşkili ilə bağlı digər məqamlara. Biz burada çalışdıq ki, idmançıların yarışa, hətta Bakıda olarkən, yarışa hazırlıq səviyyəsi, yarışa fokuslanmasını daha təkmilli formada təşkil edək. Məsələn, komandalarımızı xüsusi formada yarışa yola salma mərasimi keçirdik. Onların hava limanında qarşılanması, müşayiət olunması, onların hətta uçuş saatlarının onlara ən rahat ola biləcək. Əlbəttə ki, bilirsiniz ki, bu bizdən tam olaraq asılı deyil, müəyyən bir uçuş saatları var, lakin onun ən optimalını seçməklə onları göndərdik. Digər komandalar 2 gün öncə gəldiyi halda bizim milli komandamız 3 gün öncə artıq oradaydı. Bilirsiniz ki, o da yerli iqlimə adaptasiya prosesi ilə bağlıdır. Bundan əlavə, Albaniya bilirsiniz ki, siz özünüz də oradaydınız. Tirana şəhəri kifayət qədər böyük tıxaclarla yadda qalan bir şəhərdir və bu adətən idmançıların hərəkətinə və onların hazırlıq prosesinə ciddi mənada mənfi təsir göstərir. Hətta yarış sahəsi ilə idmançıların yaşadığı mehmanxana arasında təxminən 1 saat yarımlıq bir məsafə var idi. Biz hətta məşqçilərimizlə birlikdə bir beyin həmləsi etmişdik və hətta bunu da düşünmüşdük ki, komandanın yarışacağı əraziyə yaxın bir yerdə bir məkan götürdük. Hardakı kimlər ki, artıq sabah yarışa çıxacaqdı, həmin məkanda qalırdılar ki, onlar yola sərf edəcəyi zamanı maksimal dərəcədə istirahət etməyə sərf edə bilsin. Əlbəttə, bu bizim dövlətimizin bizim üçün yaratdığı imkanlarla mümkün olmuşdur ki, biz də bu imkanları kifayət qədər məhsuldar dəyərləndirməyə çalışdıq. Əslində bir tərəfdən çox xırda detal kimi görünə bilər, amma çox vacib əhəmiyyət daşıyır. İdmançının yarışa düzgün fokuslanmasında, onun vaxtında istirahətini düzgün planlamasında. Bəli. Və cənab prezident də qazanılan uğurlara görə güləşçilərimizi qəbul etdi və hətta güləşçilərlə görüşdə bildirdi ki, görüşləri də izləyib. Bu təbii ki, bir tərəfdən çox böyük bir motivasiyadır, amma yəqin digər tərəfdən də böyük bir məsuliyyətdir. Bu görüşlə bağlı, siz də görüşdə iştirak edirdiniz. Görüşlə bağlı təəssüratlarınız? Ümumiyyətlə, mən düşünürəm ki, bu yalnız güləş üçün yox, ümumiyyətlə idman ekosisteminin hər bir fərdi üçün möhtəşəm bir mesajdır. Cənab prezident görüş zamanı yarışları izlədiyini, hətta orada müəyyən bir detallar var ki, mən də o barədə də danışmaq istəyərəm. Onlara diqqət etdiyini, ümumilikdə idmana yalnız nəticələr prizmasından yox, həm də bu nəticəni yaradan proseslər prizmasından baxdığını göstərdi və əlbəttə onun çətin iş qrafiki ilə, onun böyük və qlobal səviyyədə gördüyü işlərlə yanaşı, həmçinin idmançıları, məşqçiləri qəbul etməsi, buna zaman ayırması, bu çox möhtəşəm bir hissdir və görüşdən sonra idmançılarımızın üz ifadələrinə baxdıq, məşqçilərimizin üz ifadələrinə baxdıq. Çox böyük bir xoşbəxtlik qığılcımı hiss olunurdu. Ona görə ki, əlbəttə idman, nəticələr, onun əldə olunmasının verdiyi xoşbəxtlik başqadır, amma bunun cənab prezident tərəfindən qiymətləndirilməsi bu tamam başqa bir hissdir və bizdə artıq inam yaratdı ki, növbəti yarışları onlar daha başqa bir həvəslə, daha böyük motivasiyalar hazırlaşacaqlar.
Görüş olduqca məhsuldar və səmimi keçdi. Özünüz bilirsiniz ki, cənab prezident mütəmadi olaraq idmançıları qəbul edir, onlarla söhbət aparır və bu görüşdə kifayət qədər səmimi, mehriban bir formatda keçdi. Mənim diqqətimi ən çox nə çəkdi görüş zamanı? Cənab prezident vurğuladı ki, hətta məğlub olan idmançılar belə azarkeş qismində komandaya dəstək olurdu. Deməli, komandada ab-hava yaxşıdır. Bu çox incə bir məqamdır və cənab prezidentin bu incəliyə qədər toxunması, onu önəmsəməsi bir idman funksioneri kimi bizi də həm heyrətləndirdi, həm də əlbəttə gördüyümüz işlərin daha keyfiyyətli şəkildə ən incə detalına qədər düşünülməsinə vadar etdi. Çünki biz artıq Bakıda olarkən, komandalarımızla söhbət apararkən bu məsələnin vacibliyini onlara vurğulamışdıq və qeyd etmişdik ki, siz uduza bilərsiniz, bu normal haldır, bu idmanın xarakteridir və idmanda belə şey baş verir. Sadəcə məğlubiyyət qaçınılmazdır bəzən. Sadəcə məğlubiyyətdən sonra növbəti addım nə olacaq? Bax, onu düzgün planlaşdırmaq lazımdır və biz komandalarımızın hamısının bir araya gəlməsinə və bir-birinə dəstək olmasına çalışdıq və düşünürəm ki, qismən də olsa bu alındı. Həqiqətən də, yəni görüntülərdə də yer alıb, komanda üzvlərinin hazırda mübarizə aparan idmançını dəstəkləməsi kifayət qədər xoş görüntülərdir və ümumiyyətlə kifayət qədər azarkeş toplanmışdı arenaya və xoş bir görüntülər idi. Və qarşıda təbii ki, dünya çempionatı gəlir. Mənə maraqlıdır. Dünya çempionatında reallıq, yəni sizin fikrinizcə reallıq nədir? Hazırki məqamda komandanın səviyyəsi, gözlənti nədir və ən yaxşı nəticə nə ola bilər? Hansı nəticə bir federasiya nümayəndəsi olaraq, ümumiyyətlə federasiyanı bu nəticəyə qane edər? Mümkün hazırki şəraiti və reallığı nəzərə alaraq. Kənan bəy, çox yaxşı sualdır. Mənə elə gəlir ki, federasiya kimi bizim birinci yerdən başqa yer tutmaq hədəfimiz olmamalıdır. Əgər biz hədəfimizə baxırıqsa və bizim də hədəfimiz birinci yerə tutmaqdır. Digər yerlərə də çıxa bilərik. Gedişatda bunu qəbul edə bilərik. Yəni yarışdan sonra bu reallıqla barışa bilərik. Amma bizim hədəfimiz əlbəttə ki, birinci yerə çıxmaqdır. Komandamızın bu potensialı mövcuddur. Lakin burada bir sıra reallıqları nəzərə almaq lazımdır. Çünki bəzən cəmiyyətdə belə başa düşülür ki, yalnız biz güləş ölkəsiyik. Reallıqsa belə deyil. İranda güləş ölkəsidir, Rusiyada güləş ölkəsidir. Bugün Amerika güləş ölkəsidir. Artıq Qırğızistan, Özbəkistan və digər ölkələrdə güləş ölkəsidir və bu reallığı anlamaq lazımdır. O demək deyil ki, biz geriyə addım atmalıyıq. Əlbəttə onlar inkişaf edirsə, biz də inkişaf etməliyik. Lakin başa düşmək lazımdır ki, həm güləşlə məşğul olanların sayına görə, kəmiyyət olaraq, həm keyfiyyət olaraq bizim də rəqiblərimiz mövcuddur. Dünya çempionatından hədəfimiz orada da ən yüksək nəticəyə çatmaqdır. Bunun üçün qarşımızda aylar var və biz bu aylar ərzində təlim məşq toplanışlarını düzgün şəkildə təşkil etməliyik. Bizim artıq məşqçilər heyəti ilə ayrı-ayrılıqda görüşlərimiz nəzərdə tutulub ki, Avropa çempionatını birgə dəyərləndirək. Məsələn, dediyim kimi, məğlub olmaq olar, amma təslim olmaq olmaz. Məni daha çox narahat edən, xüsusən də sərbəst güləşdə bizim bir sıra qızıl medal uğrunda gedən yarışlarda idmançılarımızın az cəhd etməsi və hətta bəzən heç cəhd etməməsi oldu. Bunun səbəblərini araşdıraq. Bu nədən irəli gəlir? Psixoloji hazırlıqdan irəli gəlir, fiziki yorğunluqdan irəli gəlir, yoxsa kifayət qədər əzmkarlığın olmamasından irəli gəlir və bunu təhlil etmək lazımdır. Eyni qaydada Yunan-Roma güləşində Sənan Süleymanov 5-0 öndə ola-ola məğlub olur. Nihat Məmmədli qızıl medal gözlədiyimiz idmançı qələbə qazana biləcəyi halda məğlub olur və biz bu səbəbləri araşdırmanın üzərində düşünməliyik. Və artıq məşqçilərimizlə də görüşlərimiz təyin olub, bunları araşdırmağa çalışacağıq. Bundan əlavə, dünya çempionatına hazırlıq vaxtı artıq biz bu Avropa çempionatında test etdik. Rəqiblərin fərdi qaydada analiz olunması, performans analizi nəzərdə tutacağıq. Onlara uyğun, rəqibə uyğun hazırlaşma modelindən istifadə edəcəyik. Əlbəttə, bu biraz riskli addımdır. Ona görə ki, idmanın xarakteri hər an dəyişə bilər, qarşılaşmanın xarakteri hər an dəyişə bilər, amma bu gələcəkdir və biz bunu yoxlamalıyıq. Biz yoxlamalıyıq ki, rəqibləri analiz etdikdən sonra onlara qarşı hazırlaşsaq, bu hansı dəyişikliklərə gətirib çıxardacaq və bizə nələr verəcək. Biz artıq rəqiblərimizin Avropa çempionatında böyük əksəriyyətini bilirdik. Ən çox halı hansı fəndən qazanır, ən çox
hansı saniyədə xal qazanır, ən çox hansı saniyədə xal itirir, hansı fənddən daha çox xal itirir və bunları analiz etmişdik və Avropa çempionatında da bunun qarşılaşma olduqca bu testlərin, o analizlərin nəticəsini qiymətləndirirdi ki, nə dərəcədə bizim analizlərimiz həqiqətə uyğundur. Düzdür, bunun əsasında hazırlaşmamışdı komandalar, ona görə ki, bu yenilikdir bizim üçün, amma ən azı ilk versiya kimi biz bunu test etmişdik. Buna görə də dünya çempionatına daha bir yeniliklə hazırlaşacağıq, fərdi qaydada rəqiblərə uyğun hazırlaşacağıq. Avropa çempionatında olan çatışmazlıqlarımızı aradan qaldırmaqla hazırlaşacağıq və bütöv bir komanda şəklində hazırlaşacağıq. İdmanda nəticə belədir ki, bəzən təəssüf ki, hər şeyi tamamilə doğru elədiyin halda belə istədiyin zəfəri qazana bilmirsən. Ona görə ki, çünki tək sən hazırlaşmırsan, rəqiblərin də hazırlaşır və sanki bütün dəyişənlər eyni nöqtədə birləşməlidir ki, sən o arzuladığın hədəfə, arzuladığın məqsədə çatasan. Burada şans amili də böyük rol oynayır. İdmançının düşdüyü qrup ilk rəqibləri çox rol oynayır. Məsələn, bu Avropa çempionatında mən hesab edirəm ki, bizi orada idman bəxtimiz gətirdi. Püşkatmadan. Bəli. Artıq biz püşkün ilk anlarında artıq deməzdim ki, biz tam da ən çətin rəqiblərlə qarşılaşmışdıq. Və bu da çox rol oynayır və dünya çempionatında da bu rol oynaya bilər. Ona görə də bütün bu faktorları nəzərə alaraq biz maksimumu edəcəyik ki, dünya çempionatında ən yüksək nəticəni əldə edək. Sosial şəbəkələrdə bəzi iradlara rast gəldim. Məsələn, onlardan biri də bu idi ki, niyə bəzi çəkilərdə Azərbaycan çempionları yarışa aparılmayıb? Yəni bununla bağlı fikriniz nədir? Kənan bəy, bu məsələ də çox kifayət qədər aktualdır. Ümumiyyətlə, mənim nə xoşuma gəlir ki, nə qədər çox sual dərindən verilirsə izləyicilər tərəfdən, demək ki, onlar güləşdən bir o qədər yaxından maraqlanırlar. Və bu sualı vermək üçün güləşdən çox yaxından maraqlanmaq lazımdır. Lakin bu sualın cavabı var. Biz Azərbaycan çempionatını milli komandanın tərkibini formalaşdırmaq üçün həyata keçirdirik. Amma yarışa getmək üçün bir vasitə kimi reyting turnirini istifadə edirik qiymətləndirmək üçün. Yəni, Azərbaycan çempionatı hansısa yarışa getmək üçün deyil, millinin heyətini formalaşdırmaq üçündür. İdmançının hansı yarışa gedəcəyini təyin edir reyting turniri. Nə üçün? Gəlin sizə bir sual verim. Ona görə ki, idmançı Azərbaycan çempionatında çıxış edəndən 2-3 ay sonra Avropa çempionatı keçirilir. Səhv etmirəmsə, hətta 3 ay sonra. Yanvar, fevral, mart, aprel. Yanvarı çıxsaq 3 ay sonra Avropa çempionatı keçirilir. Axı bu 3 ay idmanda kifayət qədər böyük müddətdir. Axı idmançının hazırlıq səviyyəsi yanvardan həmin aprelə qədər kifayət qədər çox dəyişə bilər. Bax, buna görə də məşqçilər idmançıları təlim məşq toplanışlarında hazırlayır, bir-birinə bərabər, bir-birinə oxşar nəticə göstərən idmançıları sınamaq üçün reyting turnirindən istifadə edir. Və reyting turnirində idmançının özünü necə göstərdiyini sınayır. Güləş mütəxəssisləri yaxşı bilir ki, idmançılar iki cür olur. Daxili turnirlərdə çox yaxşı nəticə göstərən, beynəlxalq turnirlərdə yaxşı nəticə göstərən. Belə idmançı var ki, o 10 il dalbadal həmişə Azərbaycan çempionatını uda bilər. Amma beynəlxalq yarışa gedəndə mənəvi bəlkə də hazırlıq səviyyəsi, panika və digər hər hansı bir faktorlardan beynəlxalq yarışlarda gedib öz istədiyi nəticəni göstərə bilmir. Bax, buna görə də reyting turnirləri bir ələk qismində, filtr qismində istifadə olunur və məşqçilər onu məhz həmin reyting turnirində nəticə göstərən idmançıları seçir və Avropa çempionatına yönəldir. Eyni cür dünya çempionatında da bu şəkildə yanaşma olacaq. Məşqçilər təlim məşq prosesində idmançıları müşahidə edəcək və müvafiq yarışlarda, reyting yarışlarında sınaqdan keçiriləcək və yoxlayacaq. Hətta bəzən bunun üçün yoxlama görüşləri də olur. Məsələn, reyting turnirdə seçim etməyə imkan vermir. Bu zaman yoxlama görüşləri keçirilir və onun qalibləri Avropa çempionatına, dünya çempionatına yollana bilirlər. Biz hətta xatırlayırsınızsa İslam oyunları öncəsi belə bir açıq onlayn şəkildə yayımlamışdıq, canlı yayımda daha doğrusu bu yoxlama yarışlarını və izləyicilər tərəfindən kifayət qədər müsbət qarşılanmışdı ki, nə yaxşı obyektiv qaydada bunlar həyata keçirilir.
həmişə fikir vermişəm, Avropa və dünya çempionatlarında çıxışdan sonra sərbəst güləşlə bağlıdır. Bəli. Belə bir şərhlər yazılır ki, Azərbaycan siz dediyiniz kimi güləş ölkəsidir. Niyə milliləşdirilmiş idmançılar çıxış eləyir? Bu tənqidi yanaşmaya münasibətiniz milli komandada legionerlərin çıxışı ilə bağlı və digər tərəfdən də siz özünüz də qeyd etdiniz, püşkatma və digər məsələlər. Bilirik ki, həmçinin də püşkatmada bizim nisbətən idmançıların yolunun asan olması bu həm də reytinqlə bağlı məsələdir ki, komanda hesabında birinci olduqca sənin yolun daha asan olur. Səpələnmişlər, səpələnməmişlər məsələsi var. Güləşçilərin püşkatma zamanı, yollarının ayrılması zamanı bununla bağlı fikirləriniz. Həm tənqidlə bağlı, həm də niyə, hansı zərurətdən irəli gəlir ki, bugün bizim xüsusilə sərbəst güləşdə bizdə milliləşdirilmiş idmançılar yer alır heyətdə? Bu çox yaxşı sualdır və mən düşünürəm ki, güləş hər gündəmə gəldikcə öz nəticələri ilə bu məsələ də gündəmə gəlir və mən hesab edirəm ki, bu haqlı sualdır. Yəni cəmiyyətin ayrı-ayrı fərdlərinin, xüsusən də güləşə pərəstiş edən azarkeşlərin haqlı sualıdır. Lakin bu məsələyə hardan baxmağından çox şey asılıdır. Məsələn, əgər biz başa düşürüksə ki, idman təşkilatlarının əsas missiyası nəticə əldə etməkdir, o prizmadan yanaşırıqsa, biz milliləşdirilmiş idmançıların komandamızda yer almasını müsbət qəbul edirik. Ona görə ki, hər bir bugün bizim sahib olduğumuz idmançılara sahib olmağı istəyən kifayət qədər çox ölkələr var. Və onlar da istəyərdi ki, bizim milliləşdirdiyimiz idmançılar onların heyətində çıxış etsin və onların bayrağı dalğalansın. Digər bir prizmadan baxsaq ki, axı biz güləş ölkəsiyik, nə üçün bizim öz idmançılarımız çıxmır? Bax, o suala cavab vermək istəyərdim. Birinci məsələ burasındadır ki, kim deyir ki, bizim öz idmançılarımız çıxmır? Bugün bizim heyətimizdə kifayət qədər istedadlı, potensiallı yerli idmançılarımız mövcuddur. Məsələn, Nurəddin Novruzov, Rəşid Babazadə və Kənan Heybətov və digər idmançılarımız. Və bu idmançıların özlərinin yetişməsi, onların rəqabət qabiliyyətli olmasında milliləşdirilmiş idmançıların da rolu var. Və bugün biz milliləşdirilmiş idmançılara nəzər yetirsək, görərik ki, onlar uzun müddətdə artıq Azərbaycan millisinin heyətindədir. Və Azərbaycan millisinin heyətində təlim məşq toplanışlarında iştirak edir. Və onlar bizim metodikamızla güclənirlər. Və onlar Azərbaycana gəlməmişdən əvvəl onların bir çoxunun titulları ümumiyyətlə yox idi. Onların potensialı var idi. Azərbaycan təlim məşq üsulu ilə onların potensialı biraz da yüksəldi. Onlar titul qazanmağa başladılar. Bu il yanvar ayında Azərbaycan çempionatı keçirdik. Azərbaycan çempionatının böyüklər üzrə Azərbaycan çempionatı idi. Həm sərbəst güləş üzrə, həm Yunan-Roma güləş üzrə. Bu çempionatın əsas missiyası milli komandanın tərkibinin formalaşdırılması idi. Biz hər kəsə orada çıxış etmək üçün, bu çempionatda çıxış etmək üçün şans verdik. Həm yerli, həm də milliləşdirilmiş idmançılara. Və bu 10 çəki dərəcəsindən 5 çəki dərəcəsində milliləşdirilmiş idmançılar qalib gəldi. 5 çəki dərəcəsində isə bizim yerli idmançılarımız qalib gəldi. Və onlar hər biri, həm yerlilər, həm milliləşdirilmiş idmançılar milli komandada öz yerini alıb, hətta reytinq turnirində də onları sınadıq və müvafiq olaraq onların milli komandanın tərkibində Avropa çempionatına çıxış etməsi üçün şərait yaratdıq. Mənə elə gəlir ki, burada daha çox insanları düşündürən başqa bir məsələdir. O legionerlər, milliləşdirilmiş idmançılar bizim yerli idmançıların potensialının qarşısını almır ki. Yəni o milliləşdirilmiş idmançılara görə bəlkə də Məmməd, Əhməd yarışa getmək istəyirdi. Bəlkə onun qarşısını alır, onlar göndərilir. Mən bildirmək istərdim ki, bizim üçün federasiya olaraq idman nəticəsi verməklə yanaşı, həm də bizim bir missiyamız öz yerli idmançılarımızı yetişdirməkdir. Və biz artıq uzun müddətdir ki, aşağı çəki dərəcələrinə demək olar ki, transferlər həyata keçirtmirik. Və bizim son zamanlarda yalnız bir transferimiz oldu, 125 kiloqram çəki dərəcəsində. Düzdür, hüquqi baxımdan tam olaraq başa çatmayıb. Bu, bildiyiniz kimi ağır çəki dərəcəsində Əmir Rıza Masuminin transferidir. Və özünüz bilirsiniz ki, illərlə, ümumiyyətlə Azərbaycanda güləş olduğu dövrlərdə bizdə ağır çəkili idmançılara rast gəlmək demək olar ki, çox nadir idi, çox çətin idi. Buna görə də biz onu transfer etdik. Lakin bu o demək deyil ki, öz idmançılarımıza şans vermirik. Yusif Dursunova müvafiq olaraq şans veririk. Digər ağır çəkili idmançılarımıza şans veririk. Ona görə burada iki cür qiymətləndirmək lazımdır və başa düşmək lazımdır ki, biz nə istəyirik.
Biz əgər yüksək nəticə bu gün üçün istəyiriksə, bayrağımız yüksəklərdə dalğalansın, himnimiz tez-tez səsləndirilsin Avropa çempionatında, dünya çempionatında. Bu zaman biz milliləşdirilmiş idmançıları bağrımıza basmalıyıq və onların potensialından maksimum istifadə etməliyik. Onlar yarışa çıxdığı zaman onların sinəsində Azərbaycan bayrağı olur. Və onlar da bizim Azərbaycanlı uşaqlarla bir yerdə məşq edir, onlarla eyni yerdə qalır, onlarla birgə hərəkət edir, onları dəstəkləyir. Bu birinci məsələdir. Biz başa düşməliyik ki, biz əgər qısa zamanda yüksək nəticə istəyiriksə, biz milliləşdirilmiş idmançılar bağrımıza basmalıyıq. İkinci məsələ, milliləşdirilmiş idmançılar özü digər yerli idmançıların möhkəmlənməsinə şərait yaradır. Güləş mütəxəssisləri yaxşı başa düşür ki, idmançı yalnız o zaman inkişaf edir ki, nə zaman ki özündən daha güclü idmançı ilə sparing edir. Güclü rəqabət mühiti var. Biz nə üçün idmançılarımızı sərbəst güləşdə xüsusən çalışırıq ki, Rusiyanın bir nömrələri ilə güləşsinə bir göz qorxusu itsin, onlarla qarşılaşanda narahatlıq yaranmasın. Digər tərəfdən daha güclü, hətta o güləşçilər arasında belə bir söz var, dəysin. Yəni daha güclü bir idmançıya dəysin və ondan bir təcrübə əldə etsin. Yəni bugün bizim milliləşdirilmiş idmançılarımız digər idmançıların silsiləli şəkildə inkişafına, fiziki inkişafına, texniki inkişafına şərait yaradır. Üçüncü məsələ, milliləşdirilmiş idmançılar heç kəsin qarşısını kəsmir. Əgər hardasa, hətta bərabər səviyyəli rəqabət varsa, biz orada yerli idmançıya üstünlük verəcəyik. Ona görə də bu üç prizmanı nəzərə alanda bizim bugün kifayət qədər Azərbaycan bayrağını daşımaqdan qürur duyan idmançılarımız, kifayət qədər dedikdə, yəni hamısı Azərbaycanı sevirlər, burada yaşayırlar. Hətta bizə müraciətlər əsasında biz qısa zamanda artıq biz milliləşdirilmiş idmançılarımız üçün Azərbaycan dili kursuna başlayacağıq və buna görə də onların Azərbaycan dilini öyrənən idmançıların əlavə imtiyazları olacaq. Milliləşdirilmiş idmançılardan ki, onlar Azərbaycan dilini öyrənsinlər, yerli mühitlə inteqrasiya olunsunlar və gələcəkdə himnimiz çalınanda onu oxuya bilsinlər. Tamamilə razıyam bu fikirlərinə. Mənim fikrimcə də yəni güclü rəqabət mühiti olmalıdır və ikinci bir məsələ, məsələn Avropa və dünya çempionatlarında özümüz də media nümayəndəsi olaraq iştirak edəndə, yəni bunu həmin o tənqidi fikirləri yazan güləş həvəskarları da özləri də araşdırıb görə bilərlər ki, çox sadə bir misal Albaniyanın heyətində, Danimarkanın heyətində, məsələn dünya çempionatında Bəhreynin heyətində, yəni bir çox ölkələrin heyətində bugün məhz Dağıstanlı güləşçilər, legioner güləşçilər, milliləşdirilmiş güləşçilər yer alıblar. Yəni bunu nəyə görə deyirəm? Bəzən sadəcə fikir yaranır ki, sanki bu yalnız Azərbaycan millisindədir. Yəni bu belə deyil. Bunu demək istəyirəm. Kifayət qədər açıq söhbət gedir. Mənim özümə məsələn bu maraqlıdır. Siz bunu necə görürsüz? Burada söhbət yalnız güləşdən getmir. Digər idman növlərində də, məsələn judoda və digər idman növlərində də bizdə sanki təəssüf ki, bu belədir. Mən bunu hiss etmişəm bir neçə illik jurnalist karyeramda. Sanki məşqçilər özləri güləşçi olmasın, digər bir idman növü, idmançının həmin o bəlli bir çəkidə uğur qazanandan sonra onun daha yüksək çəkidə iştirakını müəyyən mənada istəmirlər. Onun qarşısını alırlar. Çünki artıq burada müəyyən bir komfort var və bu çəkidə artıq müəyyən bir titullar var. Təbii ki, bu titulların da müqabilində həm federasiya tərəfindən, dövlətimiz tərəfindən yaradılan bir mükafat, şərait və bu sanki onlara mane olur və bu da mənim düşüncəmə görə, bəlkə mən yanılıram, mənim düşüncəmə görə bu da bəzi idmançıların, halbuki biz onlardan ictimaiyyət gözləyir ki, onlar artıq daha yüksək çəki dərəcəsində, daha ağır çəki dərəcəsində özlərini sınayacaqlar, amma gözlənti olaraq qalır və həmin idmançılar israrla öz çəkisini qorumağa, halbuki bəzən görürük ki, orqanizm də buna imkan vermir və israrla həmin çəkidə mübarizə aparmağa davam edirlər. Bunun qarşısını, məsələn, Pərvin, siz federasiya olaraq necə qarşısını ala bilərsiniz ki, onları motivasiya edəsiniz ki, artıq daha yüksək çəkidə özünü sınamağın vaxtı çatıb? Əslində burada mən bu problemi iki yerə bölərdim. Gənclər və yeniyetmələr arasında və böyüklər arasında. Gənclər və yeniyetmələr arasında problemin xarakteri başqadır. Böyüklər arasında başqadır. Gənclər və yeniyetmələr arasında ona görə bu problem var ki, onlar boyu, fiziki xüsusiyyətləri daha böyük olur. Buna baxmayaraq həddindən artıq çəki saldırılır ki, o özündən fiziki xüsusiyyətləri daha aşağı olan idmançılarla qarşılaşsın və onlarla rəqabətdə qalib gəlsin. Təəssüf ki, bu hallar var. Bu hallar güləşdə də var. Və biz federasiya olaraq
bununla mübarizə aparmağa çalışırıq. Lakin bunun bir standartı yoxdur. Yəni dünyada belə bir standart yoxdur ki, bu boy quruluşuna malik olan insan, bu yaşda olan insan bu çəkidə, normalda bu çəkidə olmalıdır. Ona görə burada onlarla gündəlik ünsiyyətdə olan məşqçilərin vicdan faktoru rol oynayır. Əlbəttə biz o demək deyil ki, bununla barışmışıq. Bunu araşdırırıq ki, başqa hansı üsullarla bunu məhdudlaşdırmaq olar. Lakin bunu ən yaxşı nəzarət üsulu yerində o həmin idmançılarla çalışan məşqçilərdir. O məşqçi yaxşı başa düşür ki, idmançının gündəlik çəkisi nə qədərdir və yarış olduğu zaman onu nə qədər çəkiyə saldırmaq lazımdır. Güləşdə bu hal olduğu zaman bu onun fiziki inkişafına mane olur, idmançıda zədələrin artmasına səbəb olur və gələcəkdə 1 yaş hətta artanda onun həddindən artıq çəki almasına səbəb olur ki, o artıq tədricən öz potensialını itirməyə başlayır. Daha doğrusu yüksək nəticələrini itirməyə başlayır. Çünki onun real çəkisində güləşməyib. Və buna görə də biz baxırıq ki, U15-də, 17-də, hətta bəzən 20-də bizim çoxlu çempionlarımız var, amma niyəsə onlar böyük komandaya keçə bilmirlər. Bax, onun səbəblərindən biri budur. Böyüklər arasında məncə sual başqadır. Burada daha çox olimpiya və qeyri-olimpiya çəkisi məsələsi mövcuddur. Ona görə ki, məsələn, baxın, biz dünya çempionatında səhv etmirəmsə, Paris Olimpiadasından sonra dünya çempionatı keçirildi qeyri-olimpiya çəkilər arasında. Biz dünya çempionu olduq. Amma olimpiya çəkisində 2011-dən bu tərəfə biz qızıl medal qazana bilmirik dünya çempionatında. Bu isə olimpiya çəkilərində rəqabətin həddən artıq ağır olması ilə əlaqələndirilir və bütün ölkələr olimpiya çəkilərində nəticə verməyə daha ciddi yanaşırlar. Buna görə də bax bu ilki dünya çempionatında bizim üçün ən uğurlu nəticələrdən biri, hətta komanda hesabında yer tutmasaq belə, ən uğurlu nəticələrdən biri məhz olimpiya çəkisində dünya çempionu olmaq ola bilər. Bax bu bizim üçün uğur ölçü vahidlərindən biri ola bilər. Ki biz olimpiya çəkisində dünya çempionu ola bildik 2011-dən sonra. Bunun üçün biz nə etmişik? Biz bu il komandanın, milli komandaların motivasiya sistemini dəyişdik. Biz olimpiya çəkilərində mükafatların həcmini artırdıq, qeyri-olimpiya çəkilərində mükafatların həcmini azaltdıq. Ona görə ki, burada bir insani faktor var. Əgər mən hər iki çəkidə yarışa bilərəmsə, mənim üçün rahat olacaq əlbəttə olimpiya çəkisində deyil, qeyri-olimpiya çəkisində çıxış etmək. Və ya da digər tərəfdən artıq kimsə olimpiya çəkisini seçibsə, daha ağır rəqabətə giribsə, daha ciddi sınaqdan keçməyə hazırdırsa, nə üçün onun eyni olmalıdır? Mükafatı digərindən eyni olmalıdır. Ona görə də bax biz bu cür könüllü seçim motivasiyası formalaşdırmışıq ki, idmançıların marağı olsun ki, olimpiya çəkilərinə meyl etsinlər. Çox ədalətli fikrincə yanaşmadır və dünya çempionatı ilə bağlı məsələn mənə maraqlı, düzdür bu bəlkə məşqçilər korpusuna ünvanlanacaq sualdır, amma qarşıda dünya çempionatına heyət açıqlanan zaman, yəni ola bilər ki, bizim hazırda millimizdə kifayət qədər tanınmış, sözünü demiş, titulları olan ulduz idmançılar var və heyət açıqlanan zaman məsələn sizin şəxsi fikriniz ümumiyyətlə yanaşmanız necədir? Yəni idmançının adı, titulu, nüfuzu və təcrübəsi daha çox danışır, yoxsa əgər həmin digər bir idmançı, hansı ki elə də böyük uğurları yoxdur, amma məsələn məşqçilər korpusu düşünür ki, o daha çox sürpriz nəticəyə imza ata bilər. Yəni bu seçim vaxtı bu məsələlər necə tənzimlənir və ümumiyyətlə sizin federasiya olaraq bu məsələdə mövqeyiniz, yanaşmanız necədir? Kənan bəy, əslində biz məşqçilər heyəti ilə birgə ilin əvvəlindən bu suallara aydınlıq gətirmişik. Bu sualın ən yaxşı cavabı belədir. Komandanı ən yaxşı kim tanıyır? Komandayla ən çox zaman keçirdən. Komandayla ən çox zaman keçirdən kimdir? Bu baş məşqçidir. Biz bəzən cəmiyyət arasında da müşahidə edirik ki, hətta özüm ünsiyyət zamanı belə dostlarla, tanışlarla filan idmançı var, bəs o belə yaxşı yer tutmuşdu. Niyə o iştirak eləmir? O getsə o istedad idi, fitri istedad idi, belə qazana bilər, elə nəticələr qazana bilər. Bu mülahizələrdir. Ona görə ki, komandanı yaxşı tanımaq üçün təlim məşq toplanışları zamanı idmançılarla birbaşa əlaqədə olmaq, onları müşahidə eləmək lazımdır. İdmançı istedadlı ola bilər, titullarda olmuş ola bilər. Amma hazırlıq prosesini yaxşı keçmədiyi təqdirdə
o idmançı gedib nəticə əldə edə bilməyəcək. Edər bəlkə də, amma bu yalnız şans vasitəsilə ola bilər. Amma biz peşəkar idman təşkilatları işi şansa buraxa bilməz. Ona görə də biz daha yaxşı oğlanı, daha yaxşı titullu idmançını yox, daha yaxşı hazırlıq prosesini keçmiş idmançını seçə bilirik. Harda fərq ola bilər? Fərq ola bilər ki, idmançı ola bilsin ki, iki idmançı eyni səviyyədə hazırlaşıb və hazırki performansı, məsələn, güləşdə deyilər ki, pikə çatmaq. Pikə çatıb, ikisi də pikdədir. O zaman orada təcrübəli idmançıya üstünlük verə bilərik. Amma hansı idmançı daha yaxşı hazırlaşıbsa, məşqçilər onun şansını daha yüksək qiymətləndirirsə, həmin idmançı dünya çempionatına yollanacaq. Və daha bir məsələ, məsələn, Yunan-Roma millimiz, sərbəst güləş millimiz Avropa çempionu oldu. Amma məni həm də daha çox sevindirən bizim qadın güləşçilərin qazandığı medallar oldu. Niyə görə? Çünki yaş həddi gələcəyə çox ümidlə baxmağa bir zəmin yaradır. Məsələn, Günay Qurbanovanın cəmi 18 yaşı var və hətta mən düşünürəm ki, o finala da yüksələ bilərdi. Və artıq o bürünc medalı qazandı. Böyüklər arasında artıq o mükafatçılar sırasında yer almağın o həyəcanını hiss etdi. Və digərlər olsun, Jalə Əliyev olsun, Birgül olsun, digərlər olsun. Yəni bu idmançıların yaşının az olması, üstəlik onların əvvəlki dövrlərdə bilirik ki, Kolesnik var idi, Manolova, Ratkeviç və digərləri, amma hazırda həmçinin də öz yerli qadın güləşçilərimizin olması çox müsbət bir əhval-ruhiyyə yaradır və hiss edirəm ki, güləş həvəskarlarında da bu kifayət qədər diqqət yetirildi. Bununla bağlı fikirləriniz, qadın güləşi ilə bağlı fikirləriniz necədir? Ümumiyyətlə, bilirsiniz ki, Dünya Güləş Birliyinin 6 prioritet istiqaməti var və onlardan biri də qadın güləşidir. Bu həm də olimpiya hərəkatının bugün əsas meyarlarından biridir ki, idmanda gender bərabərliyi təmin olunsun. Və bu baxımdan da Dünya Güləş Birliyinin də önəm verdiyi sahələrdən biridir qadın güləşi və bugün Azərbaycan Güləş Federasiyası da qadın güləşinin inkişafına xüsusi əhəmiyyət verir. Məsələn, biz ötən ilin sonuna doğru Xətai metro stansiyası yaxınlığında sırf qızlar üçün olan güləş salını istifadəyə verdik. Yəni o zal tamamilə qızlar üçündür. Və bu layihəni davam etdirməyi düşünürük. Başqa qızlar üçün olan başqa ərazilərdə də güləş sallarının açılması və onların güləşə cəlb olunması ilə bağlı addımlar atmağı planlaşdırırıq. Hətta biz artıq ötən illərlə müqayisədə daha çox qızımızı 15 yaşda, 17 yaşda beynəlxalq yarışlara göndəririk. Demək olar ki, bütün çəki dərəcələrində tam heyətlə təmsil olunuruq. Və hətta bu yaxınlarda bildiyiniz kimi U15 və U17 komandalarımıza böyük məşqçi kimi qadın güləşinin əfsanələrindən biri olan Mariya Stadniki təyin etdik. Hansı ki, bu ümumiyyətlə nəinki Azərbaycanda, dünya güləşində böyük bir səs-küyə səbəb oldu. Ona görə ki, Mariya Stadniki çox yaxşı tanıyır dünya güləşi və hətta bir sıra olimpiya çempionları qadın güləşi üzrə yazırdı ki, biz artıq gəlib sizin komandanızla məşq eləmək istəyirik və Mariya Stadnik da artıq məşqlərə başlayıb və kifayət qədər böyük bir potensiallı gənclərimiz, qızlarımız mövcuddur ki, inanırıq ki, gələcəyə doğru onlar da Ruzannanın, Jalənin, Günayın və digər güləşçilərimizin yanına qoşulacaqlar və bizim çox güclü bir qadın güləş arsenalımız mövcud olacaq. Bəli, bu bizim üçün prioritetdir. Bu sahəni inkişaf etdirməyə çalışırıq və tədricən çalışırıq ki, daha çox sayla, daha çox yarışda qızlarımız təmsil oluna bilsinlər. Və görülən işlərlə bağlı yəni bilirik ki, kifayət qədər marketinq sahəsində də təcrübəniz var və bilirəm ki, daim yenilik etməyə cəhd edən bir federasiya rəsmisiniz. Yəni Azərbaycan çempionatlarının fərqli bir təşkili, vizualizasiya baxımından, şou baxımından həqiqətən də yəni Avropa dünya çempionatları səviyyəsində oldu. İdmançıların təqdimatı və hiss olunur ki, özlərinə də kifayət qədər xoş idi. Daha hansı yeniliklər gözlənilir bu sahədə bununla bağlı? Ümumiyyətlə, bilirsiniz, idman belə bir anlayışdır ki, onun bugün müasir idmandan söhbət gedir, onun bəlkə də artıq 50% şou və emosiya üzərində qurulub. Əgər idman emosiya ötürmürsə, əgər o şou deyilsə, ona maraq olmayacaq. İdmana da maraq olmadıqca kütləvilik azalacaq. Kütləvilik azaldığı sürəcə keyfiyyət aşağı düşəcək. Ona görə də bizim əsas qarşımıza qoyduğumuz hədəf güləşi daha müasir üsulla, daha fərqli formada, daha fərqli kütlələrə çatdırmaqdır. Bununla iki məqsədimiz var əslində yarışların bu şəkildə keçirilməsi. Bir,
idmançıları beynəlxalq arenalara hazırlamaq. İdmançılar yarışlara getdiyi zaman öz adını eşidəndə, şəklini görəndə, təsvirini görəndə çaşıb qalmasın, həyəcanlanmasın, həyəcan keçirtməsin, panikaya düşməsin. Artıq bu arenalara hazırlıqlı olsun və biz bunu yalnız böyüklər üzrə etmədik. Biz bunu 15 yaşdan böyüklərə qədər etdik. Bütün turnirlərimiz eyni, demək olar ki, eyni səviyyədə. Bütün turnirlərimiz eyni formatda keçdi. Çünki böyüklərə təsir etmək artıq gecdir. Biz onlara təsir edə bilməyəcəyik və onların böyük əksəriyyəti artıq beynəlxalq yarışlarda iştirak ediblər, o təcrübəyə sahibdirlər. Bizim hədəfimiz 15 yaşlı, 17 yaşlı idmançılara təsir etməkdir. Onları bu yarışlara hazırlamaqdır ki, onlar gələcəkdə özlərini yarışda daha rahat hiss edəsinlər. Ona görə ki, insan orqanizmi onun hisslərindən, emosiyalarından birbaşa əlaqəlidir. İnsan həyəcan keçirməyə başladıqda onun fiziki hazırlığı düşməyə başlayır. Həyəcan onun qərar vermə prosesinə təsir göstərir. Ona görə də idmançını maksimal dərəcədə özünü rahat hazırlaya biləcəyi şəkildə hazırlamaq lazımdır və yalnız bundan sonra artıq yarışlarda daha stabil uğurların qazanılmasına nail ola bilər. Bundan əlavə həmçinin bugün bizim bir qarşılaşdığımız çətinlik də var ki, bizim yarışlarımızın sayı azdır. Bax, sual yarana bilər ki, nə üçün Dağıstanda, nə üçün Yunan Romanı götürsə İranda idmançılar daha yaxşı hazırlıqlı olur, daha güclü gözümüzə dəyir. Ona görə ki, orada yarışların sayı çoxdur. Kütləvilik də çoxdur, yarışların sayı da çoxdur. Və bu məsələni tənzimləmək üçün, bu çətinliyi aradan qaldırmaq üçün biz federasiya olaraq çalışırıq ki, indi uşaq liqalarının üzərində işləyək. Bu il çox güman ki, biz 13 yaş üzərindən başlayacağıq. Bütün il dövrünü əhatə edən hər aya məsələn bir yarış keçirməklə müxtəlif bölgələrimizdə həm güləşin bölgələrdə populyarlığının artırılması, həm də yarış sayının çoxaldılması üçün bu liqalara başlayacaq. Necə futbolda liqalar mövcuddur, həmin formada. Komandaya çəkilər üzrə və bu yarışlara start verəcəyik ki, yarışların sayı artsın. Bu pilot olaraq 13 yaşdan başlamağı planlaşdırırıq. Əgər biz bunu təşkil edə bilsək, keyfiyyətli təşkil edə bilsək və bu yarışlara maraq olsa, gələcəkdə bunu bütün yaş qrupları üzrə təşkil etməyi planlaşdırırıq. Pərvin bəy, təşəkkür edirəm. Maraqlı və səmimi müzakirəyə görə düşünürəm ki, güləş həvəskarları üçün də kifayət qədər açıq söhbət oldu. Təşəkkür edirəm. Çox sağ olun.